Bugün Bakı Dövlət Universitetində tələbələrin aksiyası keçirilib. Aksiya iştirakçıları Nazirlər Kabinetinin bir müddət öncə qəbul etdiyi qərara etiraz ediblər. Belə ki, Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları təsdiq edilib və Təhsil Nazirliyinin 21 yanvar 2014-cü il tarixli əmri ilə ali təhsil müəssisələrinə həmin qərarın icra və rəhbərliyi üçün qəbul edilməsi tapşırılıb. Tələbələr imtahanlardan kəsirə görə ödənişlərin tələb olunmasına etiraz ediblər. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərramov tələbələrin qarşısına çıxaraq bildirib ki, bu qərar universitetin deyil, nazirliyin qəbul etdiyi sənəddir. Stat, bu dövlətin qanunudur və onu heç kəs dəyişə bilməz. Çünki birinci dəfə dövlət pul verir ki, tələbə oxusun. Əgər tələbə oxumursa, o zaman dövlət ikinci dəfə ona şərait yarada bilməz. Bu ona görə edilir ki, tələbə vaxtında məcbur olub oxusun. Statın sonu. Bildirək ki, sözgedən aksiyaya polislər də müdaxilə edib, tələbələrdən saxlanılanlar var. Kredit sistemi ilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədi ilə sabah Təhsil Nazirliyi nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb. Sonda onda qeyd edək ki, imtahanlardan kəsirə görə ödənişlərin tələb olunmasına etiraz bir neçə gün öncə Azərbaycan Texniki Universitetində də yaşanmışdı. Könül Raysim qızı, Vizyon TV. Söhbət bəzən o kredit ödənilməsindən gedir söhbət.